Hörmətli tamaşaçılar, bugün Realda qida verilişində biz Qurban Bayramına hazırlıq işlərindən danışırıq. Mənim qonağım Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Heyvan Sağlamlığı və Bioloji Təhlükəsizlik Şöbəsinin müdürü, Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyevdir. Salamlayıram sizi, xoş gəlmişsiniz. Qalib müəllim, Qurban Bayramının keçirilməsi ilə bağlı artıq illərdir ki, yaxşı bir ənənə, təcrübə formalaşıb. Bu ildə həmin təcrübədən istifadə olunacaqmı və ümumiyyətlə Qurban Bayramına hazırlıq işləri necə? Hansı istiqamətdə aparılır? Buyurun. Düzgün qeyd etdiyiniz kimi 2018-ci ildən bəri hər il Qurban Bayramının keçirilmə işləri təkmilləşir və xüsusi bir təcrübə formalaşıb. Bu xüsusən onunla əlaqədardır ki, adi vaxtlardan fərqli olaraq Qurban Bayramı dövründə heyvanların bir yerdən başqa yerinə daşınması, kütləvi kəsimin aparılması, bir növ bayram xarakterli tədbirlərin həyata keçirilməsi xüsusən ön planda olur və ona görə qarşımıza duran vəzifə bundan ibarətdir ki, həm əhalinin, ətraf mühitin bioloji təhlükəsizliyi təmin olunsun, insanlarımız heyvanlar vasitəsilə yoluxulan xəstəliklərə düşar olmasınlar, eyni zamanda heyvan yetişdirərək onu qurbanlıq məqsədlə təqdim edən vətəndaşlarımızın, heyvan sahibimizlərinin də istəkləri təmin olunsun. Və ötən ildə də bu təcrübə davam edib və ötən il 147 ünvanda Qurban Bayramı ilə əlaqədar tədbirlər həyata keçirildi. Bu tədbirlərdə bir sıra obyektlərdə həm heyvanların kəsimi və həm də kəsilmədən satışı, bəzən kəsimin aparılması, bəzən ancaq satışının aparılması həyata keçirildi və ölkəmizdə Bakıda və Gəncədə olan ziyarətgahlar da bayrama qoşuldular, orada da təşkil olundu. Bu təcrübə bu ildə davam edəcək. Qeyd edeyim ki, Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müvafiq əmri ilə tədbirlər planı təsdiq olunub. Artıq qiymətləndirmə işlərinə başlanılıb. Bu o deməkdir ki, yəni ölkəmizdə mövcud olan heyvan kəsim məntəqələri, hansı ki, Qurban Bayramında iştirak etməyə planlaşdırılır, orada xüsusi qiymətləndirmə aparılır, obyektlərin potensialı müəyyənləşdirilir. Bu potensiallara əgər qüsurlar aşkarlanırsa, müəyyən qədər vaxt verilir ki, bu müəssisələr mövcud olan qüsurları aradan qaldırsınlar və təqribən may ayının 15-də artıq təkrar baxış keçiriləcək və yekun siyahılar müəyyənləşdirilərək ictimaiyyətə çatdırılacaq. Deməli, son müddət bu ayın ortalarına qədəkdir və o vaxta kimi bəli, qiymətləndirmə prosesləri, kəsim satış şeyləri bəlli olacaq. Bəli, qiymətləndirmə prosesləri təqribən may ayının 15-nə kimi davam edəcək. O prosedur necə icra olunur, o qiymətləndirmə, monitorinq keçirilir? Bizdə sözsüz ki, bizim bütün heyvan kəsim müəssisələri qida təhlükəsizliyi qeydiyyatından keçmiş müəssisələrdir və bizim orada daimi nəzarətimiz var. Ancaq müəssisə əgər istək bildirirsə ki, Qurban Bayramında iştirak eləmək istəyir, orada potensial müəyyənləşdirilir ki, bu bir gün və yaxud 2 gün ərzində bu müəssisənin heyvan qəbul eləmək potensialı nə qədərdir, baytarı sanitariya şəraiti buna uyğundur yoxsa yox, sonra heyvanların kəsilmədən satışı məntəqənin ətrafında aparılması mümkündür, mümkün deyil, kəsildikdən sonra cəmdəklərin saxlanması və yaxud gigiyena tələbləri gözlənilməklə təqdim olunması üçün şərait var və yoxdur və digər məsələlərin hamısı qiymətləndirmənin predmetidir və bizim də həm də yaranmış təcrübə ondan ibarətdir ki, bu digər mərkəzi icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti orqanları ilə birgə həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və yerli icra hakimiyyəti orqanları birlikdə bu tədbirlərin həyata keçirilməsini təşkil edirlər və burada hər bir mərkəzi icra hakimiyyəti orqanının və yaxud yerli icra hakimiyyəti orqanının özünün tapşırıqları müəyyənləşdirilir. Və işğaldan azad olunmuş ərazilərdə də prezidentin xüsusi nümayəndəliklərindən birgə yenə də qurbanlıq kəsim yerləri təşkil olunacaq. Elədir, bizim ötən ilin təcrübəsinə uyğun olaraq çox sevinclə qeyd edirik ki, bu ünvanların sayı ötən ilkindən çox olacaq və bu istiqamətdə də işlər aparılır. Harada kəsim yerləri varsa o istifadə olunacaq, kəsim yerləri olmayanda müvəqqəti çadır tipli səyyar kəsim məntəqələrindən istifadə olunacaq ki,
orada kəsilən heyvanlarda da baytar sanitariya tələbləri təmin olunur. Belə bir müraciətlər varmı? Tutaq ki, paytaxtda, digər rayonlarda da çadır tipli kəsim məntəqələri olacaqmı? Təbii ki, olacaq. Xüsusən o rayonlardakı kəsim məntəqəsi yoxdur, fəaliyyət göstərmir və yaxud yerli icra hakimiyyət orqanları əhalinin sıxlığını nəzərə alaraq müəyyənləşdirirlər ki, daha çox sayda yerdə qurbanlıq heyvanlarının kəsimi və satışına aparmağa zərurət yaranıb. Elə yerlərdə belə bu təşkil olunacaq. Və müraciətlər də hal-hazırda qəbul olunur. Qəbul olunur. Qəbul olunur. Təbii ki, biz irəliləyən günlərdə, həftələrdə siyahı barədə də məlumatları çatdıracağıq. Bu barədə mütləq şəkildə agentliyin saytında da məlumatlar olacaq və bütün mediada məlumatları çatdıracağıq. Siyahı ilə tanış ola biləcəklər. Bu tədbirlər nə üçün aparılır? Təbii ki, ilk növbədə insan sağlamlığıdır, təhlükəsiz ət məhsulları ilə, ətlə təmin olma məsələsidir. Bu mənada istərdik ki, bildirəsiniz, baytarlıq nəzarətindən keçməyən ət məhsulları, bu halda insan sağlamlığına hansı təhlükələr yarada bilər? Bir zərurəti unutmamalıyıq ki, insanların yoluxduğu bütün yoluxucu xəstəliklərin 60%-i heyvan mənşəli xəstəliklərdir. Son 30 ildə insanlarda aşkar olunan, həm tək-tək, həm də kütləvi formada aşkar olunan yoluxucu xəstəliklərin 75%-nin heyvan mənşəli xəstəliklər olması müəyyənləşdirilmişdir. Bu heyvan mənşəli xəstəliklər bir tərəfdən heyvanlarla təmasdan, heyvanlarla təmasda olmuş ətraf mühitdən yoluxursa, digər tərəfdən insanların heyvan mənşəli xəstəliklərə yoluxmasının əsas mənbəyi heyvan mənşəli məhsullardır. Ət məhsullarıdır, süd məhsullarıdır və s. Və bu Qurban Bayramında necə ki biz qeyd etdik ki, heyvan kəsimi daha kütləvi şəkildə aparılır. Heyvanların bir yerdən başqa yerə daha intensiv şəkildə daşınması həyata keçirilir. Burada çox ciddi risk yaranır ki, hər hansı bir xəstəlik, heyvan mənşəli xəstəlik, bu qurbanlıq məqsədlə heyvan alan və yaxud kollektiv şəkildə heyvan alaraq kəsimini aparan vətəndaşların yoluxmasına risk yaradır, həmin xəstəliklərə yoluxmasına. Eyni zamanda bir sıra xəstəliklər var ki, onların törədiciləri torpaqda 10 illiklərlə yaşayırlar. Əgər heyvan kəsilən yerdə müvafiq dezinfeksiya, sanitariya tədbirləri həyata keçirilməsə, belə hal, belə risk yaranar və bu da getdikcə bizim... Misal olaraq? Məsələn, qara yara ən ciddi infeksiyon xəstəliklərdən biridir ki, buna aiddir. Sonra emfizematoz karbonkol bu cür xəstəlikdir ki, yəni heyvan mənşəlidir və heyvanların yoluxmasına şərait yaradır. Bundan başqa bir sıra parazitar xəstəliklər var. Məsələn, exnokokkos xəstəliyi var ki, kəskin şəkildə insan yoluxmasına gətirib çıxara bilir. Ona görə də heyvanın kəsimindən qabaq və kəsiləndən sonra, kəsimdən qabaq klinik müayinəsi, kəsildikdən sonra isə baytari sanitariya ekspertizası mütləq həyata keçirilməlidir. Bir şey də unutmayaq ki, düzdür, heyvan kəsimi saxlanılması bizim əhalimiz üçün bir ənənə var, bir təcrübə var. Amma bilmək lazımdır ki, mütləq həm heyvanı klinik olaraq canlı heyvanı müayinə etdikdə, həm də kəsildikdən sonra cəmdəyin baytar sanitariya ekspertizasına aparılığında mütləq mütəxəssisin iştirakı lazımdır. Yəni, sadə bir vətəndaş, alıcı bunu müəyyən edə bilməz. Bu, ola bilsin ki, onu müəyyən edə bilməsin. İkinci bir tərəfdən, heyvanların daşınması mütləq müvafiq müşahidə edici baytarlıq sənədlərinin tətbiqi ilə həyata keçirilməlidir. Onu qeyd edeyim ki, burada maksimal dərəcədə çalışırıq ki, elektron sistem üzərindən məsələlər avtomatlaşdırılmış formada istifadə olunsun və onu da demək lazımdır ki, heyvanlar, kəsimə təqdim olunmuş heyvanlar ola bilər ki, qısa bir müddətdə əvvəlcə peyvəndlənmiş olsun, müəyyən müddət keçməsin və yaxud parazit əleyhi kimyəvi maddələrlə işlənmiş olsun, gözləmə müddəti keçməsin. Bax, bütün bunların hamısını nəzərə alaraq qeyd eləmək istəyirik ki, həmin kəsim yerlərində, həm də heyvanın satış yerlərində mütləq mütəxəssislərin nəzarəti zəruridir. Və bizim digər həm mərkəzi icra hakimiyyət orqanları, həm yerli icra hakimiyyət orqanlarıyla birlikdə bu iş ənənəvi olaraq təşkil olunur və bu ildə təşkil olunacaqdır. Qalib müəllim, biz əlbəttə ki, daha çox diqqəti təbii olaraq insan sağlamlığına yönəldik, amma düzdür, son illərdə biz çox az müşahidə edirik, amma yenə də
bəzən qanunsuz kəsim hallarına, küçələrdə, yol kənarlarında heyvanların kəsim hallarına rast gəlinir. Təbii ki, bunun həm də bir mənəvi tərəfi var, bunun bir psixoloji tərəfləri var. Bu mənada bir qədər də istərdim ki, məsələyə digər tərəfdən yanaşaq, bir tövsiyələri çatdıraq. Burada qeyd eləyək ki, 2018-ci ildə 199 nömrəli, çıxmış 199 nömrəli sərəncamla heyvan kəsiminin tənzimlənməsi aparılır. Burada həm hüquq mühafizə orqanlarla, həm mərkəzi və yerli icra hakimiyyəti orqanlarla və həm də Qida Təhlükəsizliyi Agentliyinin üzərinə müəyyən məsuliyyətlər müəyyənləşdirilmişdir. Və bu işin görülməsi üçün də mütləq bayram ərəfəsində bu orqanların iştirakı ilə komissiya yaradılır, tədbirlər planı tərtib olunur və o tədbirlər planı əsasında addım-addım bu proseslərin hamısı izlənilir. Və bizim də tövsiyəmiz ondan ibarətdir ki, bu bayramın müqəddəsliyinə, bayramın əhalimizin bütün təbəqələri üçün zəruri olmasına elə bir şəkildə şərait yaradaq ki, bu əhalimiz üçün zərərli olmasın. O 2 gün bayram müddəti kimin üçünsə bəlaya çevrilməsin, xəstəlik mənbəyinə çevrilməsin. Buna görə də tövsiyəmiz ondan ibarətdir ki, mütləq müəyyən olunmuş qaydalara əməl olunsun. Qurbanlıq heyvanlar ancaq müəyyənləşdirilmiş ünvanlarda təqdim olunan və yaxud kəsimə aparılan məntəqələrdə həyata keçirilsin. Və onu qeyd edeyim ki, bizim elə ötən ilin təcrübəsi də bunu göstərdi ki, təqdim olunan məntəqələrin bütün hamısı əhalinin həm Bakı şəhərində, həm digər şəhər və rayonlarda tələbatın tam ödəmək potensialına malikdir. Sadəcə, yəni hər şeyi günün birinci qurbanın birinci gününün birinci yarısı etməyinə cəhd eləmək biraz sıxlıq yaradır. Buna ənənəvi olaraq bilməliyik ki, Qurban bayramı üçün 2 gün müəyyənləşdirilib və bu il Respublikamızda bu 6-7 iyun tarixlərinə müəyyənləşdirilib. Bütün bunların hamısını biz xahiş eləyərdik ki, bizim əhalimiz, adamlarımız bu tələbləri nəzərə alsınlar. Təşəkkürlər, çox sağ olun. Bununla da söhbətimizi yekunlaşdıraq. Ümid edirik ki, bu ilki Qurban bayramında biz əhalinin xoş əhval-ruhiyyəsi şəraitində, təhlükəsiz şəraitdə qeyd edə biləcəyik. Minnətdaram bir daha gəldi studiyaya, suallarımızı cavablandırdınız. Çox sağ olun.